Azərbaycan tam şəkildə Avropa Şurasından çıxsa, heç ölkəmizdə heç kəs bunu heç hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək. Bəlkə də bundan daha yaxşı olacaq. Beynəlxalq təşkilatların avtoritar lider adlandırdığı İlham Əliyev növbəti dəfə Azərbaycanı Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsindən çəkəcəyi ilə bağlı qurumları təhdid edib. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməmişik. Bu baxımdan məhkəmənin qərarını tanımırıq. Atasından təhvil aldığı hakimiyyəti 2003-dən bəri ağır repressiyalarla davam etdirən Əliyev deyib ki, əgər Azərbaycan qurumlardan çəkilsə, bundan heç kim heç nə itirməyəcək. Reallıq isə başqa söz deyir. Təkcə 2025-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı baxılan işlərin sayı 2180 olub. Bu o deməkdir ki, ən az 2180 nəfər ölkə daxilindəki məhkəmələrdə ədalət tapa bilməyib. Azərbaycan Əliyev hakimiyyəti altında illərdir qeyri-azad ölkələrdən sayılır. Məhkəmə azadlığı indekslərində ən pis göstəricilərdən birinə sahibdir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində ən çox işin baxıldığı ölkələr siyahısında 8-ci yerdədir. Hazırda Bayır şəhər söküntüləri ilə bağlı onlarla vətəndaş yerli məhkəmələrə müraciət edib. Bəzən məhkəmə onların xeyrinə qərar versə belə, söküntülər sürətlə davam edir. Bu o deməkdir ki, həmin sakinlər son çarə olaraq AİHM-ə başvurmalı olacaqlar. Amma Əliyev hakimiyyəti artıq 2024-dən etibarən bu məhkəmənin qərarlarını icra etmir. Əliyev illərdir Avropa qurumlarını ikili standartlarda ittiham edir. Həmin təsisatdan tam çıxmağımızı nəzərdən keçiririk. Nəinki üzvlüyümüzün dayandırılmasını, dondurulmasını. Avropalı deputatlar isə ondan siyasi məhbusları azad etməyi, hüquq aliliyini bərpa etməyi, nəhayət demokratik seçkilər keçirməyi tələb edirlər. If you have to describe what is a democracy and if you compare it with a dictatorship, you found unfortunately all the elements of a dictatorship in Azerbaijan. Əliyev nəinki bu çağırışlara məhəl qoyur, hətta ildən ilə daha da irəli gedərək təhdid ritorikasını artırır. 23 ilə yaxındır ki, bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan hardan haraya gəlib, xalqımız da yaxşı bilir.